Son zamanlar Avropanın digər ölkələrindən çox sayda xəstə müraciət edir mənə. Bunlar MS, transvers miyelit, MOGAD, NMOSD, autoimmun ensefalitlər, nörosarkoidoz, nöroborelioz və s. kimi diaqnoz almış pasientlərdir. Yəni baxdığın zaman diaqnostikası mükəmməldir. Bütün nə lazımdırsa olunub. Xüsusən də Almaniya, Fransa və Skandinaviya ölkələrindən müraciət edən xəstələrdə diaqnostika çox vaxt tamam olur və bunları birləşdirən əsas məqam odur ki, pasientlər diaqnozları ilə təkbətək qalıblar. Hətta bir pasient deyir ki, doktor, bu qaranlıqda şam işığı ilə gəzmək kimi bir şeydir. Və bu həqiqətən çox önəmli məqamdır. Çünki xəstə nəyin, niyə olduğunu anlamadığı zaman xəstəliyini göz ardı etmə riski artır və ya dərmanlarını dayandırmaq və ya kontrolunda ola biləcəyi şeyləri etməmək, imtina etmək riski artır. Məsləhətim budur ki, əgər Almaniyada yaşayırsınızsa, əgər xəstəliyiniz nöroimmunoloji spektrumdadırsa, yəni MS, NMOSD, miyelitlər, nörosarkoidoz, miastenia gravis, çalışın nöroimmunoloji ambulansda tədavi görün. Əgər xəstəliyiniz neyrodegenerativ spektrumdadırsa, yəni Alzheimer'dır, Parkinson'dur, bunun üçün də öz ambulanslar var. Yəni çalışın universitet xəstəxanalarında olan ambulansda heç olmasa ildə bir dəfə görünəsiz. Düzdür, oralar da dolu olduğu üçün yer tapmaq çətin olur çox vaxt, amma mümkündür. Mən özüm də belə ambulanslarda uzun illər işləmişəm və keyfiyyəti bilirəm. Digər durumlar üçün isə mən buradayam. Onlayn konsultasiyalarımı təklif edirəm. Suallarınıza bərabər cavab tapa bilərik. Amma hər bir halda çalışın ki, mütləq və mütləq sizi bir MS mütəxəssisi görsün. Yəni yalnız diaqnostika yetərli deyil. Xəstə ilə bərabər onun məsləyini, ailə planlamasını, ümumiyyətlə həyat tərzini nəzərə alaraq ona uyğun fərdi strategiya qurulmalıdır. Yəni növbəti 3 ay, 6 ay, 1 il, 5 il necə olacaq? Bunu bərabər planlamalıyıq. Buna uyğun da müalicə seçilməlidir. Yalnız kompleks halda yanaşıldığı zaman, sizə fərdi olaraq plan qurulduğu zaman müalicənin tam effektini görəcəksiniz.